Bugün Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 ili tamam olur. Yeni Azərbaycan Partiyasının təsis edilməsi 20-ci əsrin sonlarında ölkəmizdə yaşanan mürəkkəb və təhlükəli ictimai-siyasi proseslərin fonunda tarixi zərurət kimi meydana çıxdı. Həmin dövrdə Azərbaycanda siyasi böhran dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik artır, separatizm meyilləri genişlənir, vətəndaş müharibəsi alovlanır, Ermənistanın təcavüzü ağır nəticələrə səbəb olurdu. Müstəqilliyini yeni bərpa eləmiş, ölkənin gələcəyi real təhlükə altına düşmüşdü. Belə bir şəraitdə xalqın əsas ümid yeri müdrik dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyev idi. Ölkəmizin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında ümummilli liderə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli məktubunda bu təklifə razılıq verərək Azərbaycanın taleyinin həll olunacağı yeni bir siyasi mərhələnin əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı. Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı. Dövlətçilik bünövrəsi möhkəmləndirildi. İdarəçilik sistemi yenidən quruldu. Qısa müddətdə ölkədə sabitlik təmin olundu. İqtisadi islahatların əsası qoyuldu. Azərbaycanın dünya dövlətləri arasında mövqeyi gücləndirildi. Yeni Azərbaycan Partiyasına göstərilən böyük dəstək isə xalqın ümummilli liderinə sonsuz etimadını parlaq təcəssüm oldu. Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 1993-2003-cü illər xüsusi mərhələ kimi yadda qaldı. Bu illər ərzində əsrin müqaviləsi imzalandı. Bakı-Tbilisi-Ceyhan kəməri reallaşdırıldı. Ölkə iqtisadiyyatı canlandı. Ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Xalqımızın dahi oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bugün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil eləyir və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Bu çərçivədə Naxçıvanı Azərbaycanın əsas əraziləri ilə birləşdirən və Avropa ilə Mərkəzi Asiyaya birbaşa çıxış yaradan Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı Cənub qaz dəhlizi kimi strateji layihələr böyük əhəmiyyət kəsb eləyir. Azərbaycanı yalnız Qafqazda deyil, Asiya və Yaxın Şərqdə önəmli geosiyasi aktora çevirir. Bugün Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Onun sıralarında gənclərin üstünlük təşkil etməsi partiyanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Məhz bu gənclik Vətən müharibəsində şanlı qələbənin qazanılmasında böyük rol oynadı. Azərbaycan 44 günlük savaş nəticəsində ərazi bütövlüyünü bərpa elədi və 3-10 illiyi əhatə eləyən işğala son qoydu. Beləliklə, Ulu Öndərin strategiyası əsasında yaranmış Yeni Azərbaycan Partiyasının ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur. Bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən tranzit güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bugün Azərbaycan Qarabağ zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.